Misal üçün Yeni Ulduz yarışması bir ilk idi. Başqa bir aurası var o məkanın. Mən uşaq vaxt olmuşam orada. Biz onu tək yarışmaya deyil, bir şoya çevirdik. Və dedik, mən sizə yox deyirəm. Bəlkə də reallıqdır bu. Bundan məncə qaçmaq da mümkün deyil. Yox, televizor ölmür, televizor yaşayır, televizor yaşayır, bu dəqiqədə yaşayır. Sadəcə olaraq o tamaşaçılarını itirir. Televiziyaya əvəz edə biləcək bir rəqib ola bilərmi süni intellektin? Çünki indi artıq aparıcıları belə var. Cavab. Bunun yolu yox. Sizin elə bir səhviniz oldumu ki, o sizi hal-hazırki işlərin müəllifi olaraq ortaya çıxmağınıza kömək elədi? Mənim həyatımda mənə elə gəlirdi ki, hər şey belə yaxşı olacaq o vaxta kimi ki, biz böyük layihələri başladıq xırda layihələrə dəyişməyə. Salam, 200+1-ə xoş gəlmisiniz. Bugün qonağımız çox maraqlı insan, çox maraqlı aktyor, aparıcı və bir çox ilklərə imza atan Siyavuş Hüseynli. Xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Xoş gəlmisiniz Siyavuş bəy. Siz həm də rejissorsunuz eyni vaxtda. Bir neçə serial da çəkmisiniz. Soy Production'ın yaradıcılarından birisiniz. Başlayaq istəyirsiniz lap əvvəldən. Necə oldu? Televiziya, teatr, kino. Demək, hər şey belə başladı. Və kitab açılır, ekran dəyişir, qayıdırıq köhnə bir vaxtda. Mən İncəsənət Universitetinə 88-ci ildə gəldim, qəbul oldum. Dram teatr və kino aktyorluğu. İstəyim, sevgim, iddiam aktyor olmaq idi. Həmin ildə biz Bəxtiyar Xanzadə ilə tanış olduq və Pantomin teatrının əsası instituta qoyuldu, bizim qrupla. Və ondan sonra mən əskər getdim. Bu müharibə dövrünə təsadüf edirdi. 90-cı illərdə. Bəli, mən 3 il 10 ay hərbi xidmətdə oldum. 3 il olmuş. Qaydanda artıq çox şeyi itirmişdim. Çox şey əldən çıxmışdı və yaxud da ki, çox münasibətlər dağılmışdı. Ona görə teatra qayıtmadım. Sonra dostlarımızla biz bir televiziya yaratmaq fikrinə düşdük. Bu Yaşar, rəhmətli Oqtay və mən. Adını qoyduq Soy. Bu həm soy kökü mənasındaydı, həm də Siyavuş Oqtay Yaşar mənasındaydı. Və başladıq televiziya sahəsində çalışmağa. Televiziya sahəsində deyəndə əsasən əyləncə sektorunda. Yəni, şou proqramlar, ondan sonra yarışma proqramları elədik. Çal-çağır şounu yaratdıq. Yeni Ulduz, Xalq Ulduzu, Kim kimdir və beləcə bir neçə layihələr yaratdıq və onlar o dövrünün yeni, maraqlı proqramları idi. Və çox izlənən proqramları idi. Biz bugün də xatırlayırıq onları. Sözün açığı o vaxt belə bir reyting anlayışı yox idi və sonradan gəldi və biz heç reyting bizə nə qədər baxırlar haqqında heç düşünmürdük. Ona görə ki, bilirdik ki, bizə hamı baxır. Zaten geri dönüşlərdən, insanların nə bilim bizə məktublarından, yolda aparıcını görür. Alternativlər də yox idi amma o zaman. O zaman belə xüsusi, bəli, Türkiyədə var idi, Rusiya kanallarında var idi. Bizim özəlliyimiz həm də çətinliyimiz ondan ibarətdir ki, biz rus dilində başa düşürük, türk dilində başa düşürük və hər iki kanalda istədiyimiz məhsulu, kontenti tapa bilirik əyləncə sahəsində. Amma Azərbaycanda bu az idi və yaxud da yox idi. Yox idi, demək. Ona görə, misal üçün, Yeni Ulduz yarışması bir ilk idi. O zaman eyni vaxtda Azəristar var idi. Sadəcə olaraq biz Yeni Ulduzun üzərində daha çox işlədik. Biz onu tək yarışmaya deyil, bir şoya çevirdik. Həqiqətən, necə ki bunu Türkiyə eləyirdi. Necə ki bunu dünya eləyirdi. Yəni, söhbət kiminsə gəlib oxumağından və jürinin yaxşı oxudun, çox yaxşıdır və yaxud da yaxşı oxumadın, çalış gələndə və yaxşı oxu. Bu anlayışdan çıxdıq, bu ənənəvi, klassik qiymətləndirmə ənənəsindən çıxdıq və dedik, mən sizə yox deyirəm.
Və yaxud da dedi ki, ay bala, Mübariz müəllim demişkən, sən yaxşıydın, intihası, intihası, bu bir intihası həmişə problemlər olardı. var idi. Və yaxud da ki, Rəhəngiz xanım, Allah ona rəhmət eləsin. Allah Dedi, rəhmət eləsin. bir dəfə seçimlərdə biri qayıtdı ki, siz mənim kimi talantı necə qiymətləndirmirsiniz? O da dedi ki, səndə talant sözünün heç t hərfi yoxdur. Və o söz başlandı, məşhur, populyar bir sözə çevrildi. Belə, üstəgəl münsiflər hər biri bir obraz idi. Hər biri bir fikrə, bir məzmuna xidmət edirdi. Amma çox izlənirdi və çox maraqlı idi. Bugün də biz keyfiyyətli şou dedikdə, keyfiyyətli... İlk ağla onlar gəlir. Əyləncəli proqramlar dedikdə ilk olaraq onları xatırlayırıq. Səyavuş bəy, bəs uğurlarınızdan danışırıq, amma bəzi yerdə də insanı insan eləyən onun müəyyən bir səhvləri olur, uğursuzluqlar olur ki, həmin o səhvlərə yol verdikdən sonra insan artıq özünü tapır və nə edə bilərin ən yaxşı variantına çevrilir. Sizin elə bir səhviniz oldumu ki, o sizi hal-hazırki işlərin müəllifi olaraq ortaya çıxmağınıza kömək elədi? Belə deyək də, dönüş nöqtəsi düşünsəz. Mən elə formallaşdırardım. Mən sizə başa düşdüm. İki variant var. Ya nəsə bir hadisə olur, səni dəyişir. Bəli. Və yaxud da sən əvvəlcədən bilirsən, hara gedirsən. Onun yolunda bəzi sənin çətinliyin olur, problemin olur. Bu başqa bir şeydir. Biz bu sahəyə başlayanda, peşəkar səviyyədə 98-ci ildə Soy Production adı ilə televiziya sahəsində fəaliyyətə başlayanda, onda biz bilirdik ki, hara gedirik və nə istəyirik. Və bu istəyimizə çatmaqdan ötürü hansı formalardan və hansı formatlardan istifadə edə bilərik. Və eyni zamanda qurduğumuz, öyrəndiyimiz format bizim Azərbaycan cəmiyyəti üçün nə qədər maraqlıdır, yaxındır, təbiidir, doğmadır. Bilirsiniz, indi var gözəl layihələr, hansı ki, böyük dekorları var. Amma məzmunu Yoxdur. O qədər böyük deyil, çox kiçikdir. Və yaxud da ki, bəzən biz böyük dekorlarda böyük şoular qururuq, amma görürük ki, reyting vermir. Ona görə vermir ki, cəmaat belə şey qiymətləndirmir. Birincisi ona görə ki, televiziya tamaşaçısını itirib ondan başlayaq. İkincisi də ki, bu ona yaxın deyil. Başa düşürsünüz? Misal üçün, o Səs Türkiyə o qədər türkləşdirdi ki, öz auditoriyasına uyğun qurdu ki, o yarışmanı. Baxmayaraq ki, bu beynəlxalq bir format idi və onlar onu almışdılar. Onlar ona o qədər yaxın oldu ki, və bugün də o yarışma davam edir və həyatını yaşayır. Üstəgəl də münsiflər və s. və axır onlar bu nüansları xüsusilə nəzərə alırdılar. Mənim həyatımda mənə elə gəlirdi ki, hər şey belə yaxşı olacaq o vaxta kimi ki, biz böyük layihələri başladıq xırda layihələrə dəyişməyə. Bu da nədən irəli gəldi? Bunun bir məqamı var, bu zamandır. Zaman dəyişdi. Televiziya dəyişməli idi, amma fikirləşdik ki, hər şey yox, mən dəyişməyəcəm. Zamandan ayaqlaşma. Mən belə olacam. Amma mən belə olacam deyə o tamaşaçı gördü ki, bu artıq onun istədiyini verə bilmir və başladı başqa yerdə başqasını axtarmağa. Və indi deyəndə ki, televiziya ölüb, mən deyirəm ki, yox, televiziya ölmür, televiziya yaşayır, bu dəqiqədə yaşayır. Sadəcə olaraq o tamaşaçılarını itirib. Bəli. O tamaşaçı ki, misal üçün, gözünüzün qabağına gətirin, əvvəllər necə idi? Bu bir ritual idi. Bütün ailə üzvləri yığılırdı, nəvələr, nəticələr, gənc nəsil, orta nəsil, yaşlı nəsil. Hamı televizor durub ortada, hamı gözləyirdi, bilirdi ki, bu vaxtda bu proqram, bu film olacaq. Hamı yığılıb bir ailə üzvü kimi oturub baxırdılar. Bir gün, 2 gün, 1 il, 5 il və bir müddətdən sonra televiziya o qədər arxayınlaşdı ki, artıq nə uşağı nəzərə aldı, nə böyüyü nəzərə aldı, nə yaşlığı nəzərə aldı. Bəzən başladı dərs deməyə, biz yapışırıq ki, mütləq televiziya maarifləndirməlidir. İndiki uşağı ata-anası güclə maarifləndirir. Televiziya bunu necə maarifləndirəcək? Məktəb maarifləndirməlidir. Bu bir, zaman-zaman uşaqlar çəkildi, gənclər çəkildi. Sonra orta nəsil gördü ki, buradakı məzmun nəsə onun marağında deyil. O da çəkildi, kim qaldı? Yaşlı nənə ilə baba. Bu dəqiqə onlar qalıb televizorun qabağında və onlar da dünyasını dəyişəndən sonra ola bilər ki, əgər televiziya dəyişməsə, yəni bugünkü günə ayıq
baxışla baxıb dəyişməsə və ayaqlaşmasa, o da itirəcək. Bax, bu yaxınlarda bir hadisə oldu, özəl məktəblərin birində. Bəli, bu yaxın günlərdə çox təəssüf. Çox təəssüf eləyirəm və başlıq belə idi. Mən telefonu açan kimi başlıq belə idi. Şagird müəllimi güllələdi. Bəli, çox. Ondan sonra biz birinci nə edirik? Birinci növbədə açırıq görək altda nə yazıblar. Kimdən yazıb? Və o yazılanları oxuyuruq, bizdə müəyyən bir fikir formalaşır. Üstəgəl də öz mövqeyimiz. Üstəgəl də aldığımız şok. Çünki şok bir effekt idi. Aldığımız şok və öz fikrimizi və bu fikri formalaşdırdıq. Əgər televiziya vaxtında gəlib məni düzgün məlumatlandırmasa və tez məlumatlandırmasa və hər tərəfli məlumatlandırmasa, biz Hayküy dediyimiz o sosial şəbəkə var, ona cəmaət ciddi yanaşacaq. Onu həqiqət kimi qəbul edəcək. Televiziyada indi cəhd edir ki, onu eləsin ki, vaxtından qabaq gəlirlər, müxbirlər, baxırsınız ki, canlı yayınlara çıxırlar, operativ və s. Amma keçdi. Biz niyə keçdi? Çünki o tamaşaçı ki, onu istəyirdi vaxtında, yəni 20 il bundan qabaq və yaxud 15 il bundan qabaq, onu almadı. Onu almadı deyə o televiziyanın qabağından çəkildi. Və nəticədə bugün nə qədər televiziya çabalayır ki, ayaqlaşsın, tez, sürətli xəbər versin və dürüst olsun, yenə də sosial şəbəkə qədər tamaşaçı toplaya bilmir. Bir də sosial şəbəkənin televiziyanı əlindən tamaşaçını həm də oyundan aldı ki, burada sənin imkan var öz fikrini söyləmək. Həm öz fikrini söyləyirsən, həm istədiyin saatda, istədiyin ondan başqa, bəli, saat məsələsi mən sənə bağlı deyiləm. Nə vaxt istədim, sənə baxacam. İndi o derimi ritual idi, ənənə idi ki, bilirdik ki, hamısı adını gözləyirdi, bu saatda gəlib oturub televizyon qabağında baxacaq ki, indi hansı proqramı verəcəklər. İndi elə deyil. Nə vaxtsa YouTube-a qoyarlar, baxaram, sonra baxaram. İndi də onu Netflix götürdü, necə elədi? Bir xüsusi platforma yaratdı. Platforma elədi, bəli, filmlərdə əsasən. Tək filmlər deyil. Mən də əvvəl elə bilirdim ki, bədii sənədli filmlər də var. Bədii sənədli filmlər, misal üçün, keçən il yox, ondan qabaqki il idi, səhv eləmirəmsə, Oskar mərasimini canlı o göstərdi. Bəli, o aldı. Bəli. Müəlliflik hüququnu aldı və o göstərdi. Yəni, yenə televiziya, amma format biraz başqa cürdür. Bu dəyişim əsasən özəl kanallar üçün olmalıdır. Televiziya kanallarını dövlət maliyyələşdirdiyi üçün onun belə reyting qorxusu, mənə baxmazlar, belə xüsusi qorxusu yoxdur. Çünki onun arxasında dayanan bir dövlət var və maliyyə var. Maliyyəsi var. Amma özəl kanalların arxasında maliyyə yoxdur. Və maliyyə olmadıqca da biz onları bir-bir, zaman-zaman itirəcəyik. Bu, mənə görə, yəni 30 illik təcrübəmə əsaslanaraq dediyim fikirdir. Çünki televiziyanın maliyyəsi yaxşı komanda yığmaq deməkdir. Yaxşı redaktor, yaxşı rejissor, operator və s. Baxın, maliyyə azaldıqca təbii ki, yaxşı kadrlar başladı televiziyadan üz döndərməyə, başqa yerdə iş axtarmağa. Və televiziya çox o qədər də təcrübəsi olmayan və yaxud da bu sahədə o qədər də töhfə verə bilməyəcək insanları ətrafına yığdı. Nəticədə nə aldıq? İndiki gördüyümüz televiziya. Bir çox kanallar nəzərdə tuturam. Bir çox kanallar da çalışır nəsə eləsin. Amma bunun üçün çox çalışmaq lazım. Bəlkə də reallıqdır bu. Bundan məncə qaçmaq da mümkün deyil. Bax, sizin öz real vətən layihəniz var. Çox gözəl bir layihədir, çox maarifləndirici, milli, yəni çox gözəl layihədir. Azərbaycanın gözəl güşələrini çəkirsiniz, ölkəmizin tanıtımı. Daha çox YouTube-da izlənir, yoxsa necə? Məncə daha çox YouTube-da izlənir. Şəxsən mən sizi YouTube-dan daha çox izləmişəm. Biz bu layihəyə başlayanda 6 il bundan qabaq idi. 6 il bundan qabaq reyting cədvəlində özünə çox yaxşı yer tutmuşdu bu layihə. Amma zaman-zaman, mən deyirəm, o tamaşaçını itirdikcə, təbii ki, bu cür kontentə maraq daha çox digər platformalar üzərindən daha çox baxış yığa bilir.
Yəni Bəli. YouTube üzərindən. Bəli, bəli. Və yaxud da ki, TikTok üzərindən və yaxud da Instagram və yaxud da Facebook üzərindən daha çox yığa bilir. Tamaşaçı yığa bilir. Bunun üçün müəyyən saatda sən gərək oturub gözləyəsən, o saatda baxasan. Sən o saatı gözləmirsən, bu vərdişi biz unutmuşuq. Sadəcə olaraq nəyə görə vərdiş deyirəm? Baxın, bəzən yadıma gəlir, soruşur, hansı kanala baxırsınız? Deyir ki, misal üçün ATV-yə baxıram. Deyirəm, niyə ATV-yə? Bilmirəm də ATV-yə baxıram. Hətta baxmayanda da ATV bizdə yanlıdır. Çünki bir növ vərdiş idi də, qoyurdu kanalı. Çünki istədiyi çox şey oradan tapırdı. Ona görə də qoyurdu, öz vaxt çatanda baxacaqdı. Və buna vərdiş eləmişdi. Sonra bu vərdişlər başladı dəyişməyə. Sosial şəbəkələr, ekran kiçildi, balacalaşdı və bizə dedi ki, sən buradan da baxa bilərsən. Daha əlçatan oldu. Daha əlçatan oldu və hər an öz televizoru oldu, başladı. Xüsusi böyük ekranlar lazım olmadı. Amma buna baxmayaraq bugün müəyyən məzmunda televiziyalar üçün böyük ekran lazımdır. Misal üçün futbolu kimdən soruşsanız, böyük ekranda baxmaq istəyirlər. Bəli, böyük yəni ekranda. idman kanalları bunun üçün yaxşı bir məzmundur. Yəni televiziya yaşadan bir məzmun kimi. Və yaxud da xəbər kanalları ola bilər ki, məzmuna görə insanlar ona daha çox baxsın. Əyləncəni bugün o qədər də istədiyi səviyyədə ala bilmir. Aldığını da bəyənmir. Və yaxud da aldığını görmür. Niyə görmür? Çünki baxmır. Bunun nəticəsində televiziya tamaşaçısını itirdikcə artıq o da öz məzmununa xüsusi diqqət və qayğı göstərməyə bilir. Amma xəbərlərdə belə bir məsələ olur da. Tutam ki, indi siz dediniz ki, sosial şəbəkədə biz açırıq, izləyirik. İstənilən xəbər hansı ki, qabağımıza çıxır sosial şəbəkədə, biz onun təsdiqini, realını, əsl üzünü həmişə televiziyada axtarırıq amma. Mənbə olaraq hər zaman. Mənbə olaraq hamımızın bir dənə dayandığı nöqtə olur ki, xəbərlərdə bunu göstərəcəklər və hansı formada olduğunu əslində biz oradan daha düzgününü alırıq. Daha etibarlı. Daha etibar etdiyimiz mənbə kimi yenə də televiziyadır bizim üçün. Televiziya, yəni etibar yaradır. Bəli. Burada ona görə ki, burada bir jurnalistika etikası var. Yəni burada bir hansısa qanun çərçivəsində nələrsə qorunur. Sosial şəbəkə məhkəmədən qorxmur. Çünki kim kimi məhkəməyə verəcək. Amma televiziyada qanun pozulduqda istənilən fərd televiziyanı məhkəməyə verə bilər. Təbii. Və bu qorxu, bu ehtiyat, üstəgəl də müxtəlif qadağalar, zaman-zaman formalaşan qadağalar televiziyada bir jurnalistika etikası, mədəniyyəti yaradıb ki, hansı ki, insanlar hələ də o mədəniyyətə, o etikaya etibar eləyir. Deyə bilərəm. Amma hələ ki, etibar eləyir. Amma nəyə görə o etibar əvvəlki etibarla müqayisədə çox aşağıdır? Ona görə ki, vaxtında televiziya dürüst və dəqiq demədiyi üçün İndi artıq onu insanların ona olan etibarı ona görə yönəlib sosial şəbəkəyə. İndi televiziya nəinki operativ olmalıdır, həm də etibarlı olduğunu nümayiş elətdirmək və yaxud belə deyək də sübut eləmək məcburiyyətindədir. Çünki başqa yolu qalmır. Çünki onun artıq alternativi var. Bu sosial şəbəkələrdir. Və sosial şəbəkələr televiziyadan fərqli olaraq daha emosionaldır, daha haküylüdür və daha tezdir, sərtdir. Televiziya çalışır ki, bunu biraz redaktə eləsin, biraz ütüləsin. Ona da zamanlar. Ona da vaxt gedir, zaman gedir və nəticədə tamaşaçı üçün artıq maraqlı deyil. Sən bir addım gec qalırsan. Mirşahin müəllimin gözəl bir xəbərlə bağlı sözü var. Bu yaxınlarda eşitdim onu ki, ən tez xarab olan televiziyada ən tez xarab olan xəbərdir. Ona görə xəbər o qədər tez və operativ çatdırılmalıdır ki, səndən öncə artıq yayılmış olmalı. Yayılmış olmasın. Üstəgəl də televiziyada həm də ona görə etibarlıdır ki, televiziyada biz həmişə öyrədirdik də, mən uzun müddət aktyor kimi çalışandan sonra, aparıcı kimi çalışandan sonra keçdim rejissor kimi çalışmağa televiziya sahəsində və zaman-zaman özüm də çox şey öyrəndim, zaman, iş, təcrübə öyrətdi və mən də başladım kimlərsə öyrətməyə.
Və öyrədəndə həmişə deyirdim ki, baxın bir hadisə baş verib, bir qəza baş verib. Kimdən müsahibə alacaqsınız? Gəlin bunu bir müzakirə edək. Zərər çəkəndən, zərər verəndən, sonra həkim gəlsə həkim, polis gəlsə polis, sonra şahid olsa şahid, ailə üzvləri və s. Görürsünüz nə qədər şaxələnir. Bu böyük bir mexanizm, böyük bir yanaşmadır. Sosial şəbəkədə bu qədər yanaşma deyil. Üstəgəl də biz çalışırıq, operatorlar çalışırlar, çox səliqəli çəksinlər. Biz deyirik ki, vozduk, yəni boş başının üstündə havanı saxlasın, səs keyfiyyətli olsun, fon daha yaxşı olsun, necə gəldi olmasın. Amma sosial şəbəkə nədir? Aldı telefonu, əsə-əsə, baxa-baxa, necə gəldi? Əsas o kadrı verə bildi kifayətdir. O anda o hadisəni çatdıra bildi. Və tamaşaçı da uzun müddət artıq buna vərdiş elədi. Göz də öyrəşdi ona. Yəni o keyfiyyətsiz kadr da artıq adiləşdi. Yəni orada keyfiyyət heç kim axtarmır. Desəm ki, bu düz deyil, mənə deyəcəklər ki, xeyr, elə deyil. Mən daha tez almaq istəyirəm, mən öz münasibətimi bildirmək istəyirəm. Bu mənim üçün daha maraqlıdır və emosionaldır. Mən desəm ki, düzdür, onda belə bir şey deyim sizə. Bu yaxınlarda dünən bir filmə baxmışam. Filmdə, qısa deyəcəm, kişi qızını itirib. Qızın 16-17 yaşı var, bir ildir tapa bilmir və bir günlər işitir ki, qızı hansısa parkda gitara çalır, pul qazanır. Və qaçır gəlir həmin yerə, qıza yaxınlaşır, deyir ki, misal üçün, qızım, mənəm sənin atandır, qız ona belə baxır, bu kimdir, sanki bu bunu tanımır və qız qaçır. Qız qaçanda atası dalınca qaçır, bu vaxt qıraqdan bir oğlan çıxır, çox nimdaş geyimdə və s. üzü, gözü belə, yəni normal vəziyyətdə deyil. Baxırsan ki, elə bir kimsə döyüb bunu, üstü başı cırıq-cırıq və bunu saxlamağa çalışır. Bu da itəliyir, qız qaçır axır. Bir ildir qızı görmür, indi gəlib tapıb. İtəliyir bunu, bu əl çəkmir, bu vurur onu. Bu vaxtda qıraqdan çəkirlər telefonla. Bu kişi qaçanda oğlan onun ayağından tutur, kişi yıxılır, kişi qalxır ayağa, başlayır oğlanı təbiklə vurmağa. Və sosial şəbəkələrdə götürülür, o hissə yayılır ki, kişi oğlanı döyür. Və adı belə qoyulur. Baxın, görün, varlılar kasıbları necə döyür. Bəli, təqdimat necə getdi də. Görürsünüz, yəni sosial şəbəkə canini qəhrəman edə bilər. Qəhrəmanı cani edə bilər. Onun da bu gücü var. Televiziya da bunu eləyə bilərdi. Amma televiziya dediyim jurnalistik etikası var. Bəli, araşdırır. Bir ehtiyat yeri var, qanun var. O yüzden onu araşdırmaq və düzünü demək məcburiyyətindədir. Amma bu o demək deyil ki, televiziya çox şey ütüləsin. Səyavuş bəy, mən istəyərdim Real Vətən layihəsinin necə yaranmağından danışasınız. Real Vətən layihəsi mənim yaxın dostum Yaşarın Soyunyasının belə deyək ideyasıdır. Bir günləri mən onun yanına getdim, dedim ki, mən YouTube'da belə bir layihə eləmək istəyirəm və uzun müddətdə mən aparıcı kimi yox idim. Daha çox rejissor kimi fəaliyyət göstərirdim. O dedi, istəyirsən aparıcı kimi nəsə bir layihə eləyəsən? Dedim, hə. Dedi, onda belə bir layihə var. Gəl həm aparıcılığını elə, həm də rejissorluğunu elə. Bunu eləyə bilərsənmi? Mən dedim, icazə biraz fikirləşim. Gəldim, baxdım, öyrəndim, gördüm harda necə turizm haqqında filmlər, belə sənədli filmlər qurulur, çəkilir, nəyə üstünlük verilir və biz nə edə bilərik? Üstəgəl bizdə nə var? Ondan sonra gəldim, dedim ki, bəli, eləyə bilərik. Birinci səfərimiz oldu Şəki. Şəkidə ona görə Şəkini seçdim ki, indi çox adam birinci işə başlayanda Şəkini seçir. Nəyə görə? Çünki Şəkidə danışmalı çox şey var. Təbiət var, şəhər var, kolorit var, gözəl ləhcə var, dadlı mətbəx var, hər şey var da. Turist üçün, sənədli film üçün, bölgənin təqdimatı üçün, turizm imkanlarını ortaya qoymaq üçün bu bölgə ideal məkandır. Onda dedim ki, bu yaxınlarda mən Şəkidə Xan yaylağına getdim. Bu bir hiking yürüyüşü idi. Sənədli filmin məzmunu da buydu. Bölgələrdə hiking yürüyüşləri, hiking marşrutları. Və Şəkidə olanda başa düşdüm ki, hər dəfə gələndə mən burada nəsə kəşf edirəm.
Mən sanki bura birinci dəfədir gəlirəm. Çünki sən başqa məqsədlə gəlirsən. Sən turizm, təbiət, axtarım, tapım deyə belə bir ab-hava ilə gəlirsən də. Ona görə sən burada çox şey tapa bilərsən, görə bilərsən. Yetər ki, sən bunu istə. İndi bizim dostlarımız var, deyirəm ki, filan bölgəyə gedəndə hara gedim? Deyirəm, aç real vətən, yaz real vətən, qabağından hansı bölgəni istəyirsən adını yaz, orada hər şey var. Çünki mən gedəndə böyük bir siyahı ilə gedirəm, sonra gedirəm orada icra hakimiyyəti nümayəndəliyi ilə görüşürəm. Deyirəm, mənim belə bir siyahım var, nə əlavəniz var? Onların əlavəsini eləyirəm, sonra yerli cəmaatla görüşürəm və deyirəm ki, burada maraqlı nə var? Onların dediyini əlavə eləyirəm, çəkirəm və gəlirəm təzədən onu ssenariləşdiririk və montajın efirə veririk. Şəkidə olanda mən bir şey özüm üçün kəşf edirəm. Ki, hər şey yaxşıdır, bəs mən danışmaq məlumatdır, aydındır, açıb haradasa o məlumatı tapa bilərlər. Drone çox gözəl mənzərələr göstərir. Onu deyim ki, bu çəkilişlərin müəllifi çox yaxşı dostum, silahdaşım və layihənin quruluşu operatoru Zaur Məmmədovdur. Zaur o adamdır ki, mənlə son ana qədər istənilən zirvəyə qalxır. Bəzən olur ki, biz 5 nəfər çıxırıq yola və sonda dağın başında zirvədə görürük, bir Zaurdur, bir də mən. Zaur da sağ olsun, hər işi görür də, çox peşəkar bir adamdır. Dronla da çəkir, kamera ilə da çəkir. Nə ilə istəyirsiniz, imkan tapır, mənim stand-uplarıma da kömək edir orada. Və mən orada çıxmışıq, getmişik bir qalanın hündür bir yerini tapmışıq. Zaur deyir ki, buradan stand-up eləyib. Fon çox gözəl, Qafqaz sıra dağları düzülüb, orada bulutlar oynayır, orada çay görünür belə. Mən də hündür bir yere çıxmalıyım, o da ki bir 4 metr olar. Mənim də fobiya var, hündürlüyə qarşı. Ona akrofobiya deyirlər, bu yaxınlarda öyrənmişəm adını. Mən də ora çıxmalıyım. Mən fikirləşdim ki, mən ora çıxmasam, bu işə heç bir qatqım olmayacaq. O effekt olmayacaq, bəli. Yox, çıxsam, yıxılsam nə olacaq? Mən də sonra fikirləşdim ki, əşi nə olacaq? Və iməkliyə çıxdım. Mən çıxdım, bir vaxt uşaqlar düz belə rahat çıxırlar, mən əlimdən daşlar tutdular belə. Sözün hərfi mənasında iməkliyə çıxdım və mən düz dikəlib durana qədər o dünyanı getdim, gördüm, gəldim. Neysə, amma dedim. Və üstəgəl mən dayanmalıyam və baxmalıyam, uçurma. Fobiyası olan adamlarda belə bir şey var. Onlar çox tez bir zamanda necə yıxıldıqlarını görə bilirlər. O yüzden də onlar qorxurlar. Qorxuda, hətta qorxudan adam özünü itələyə də bilər. Ayağını burxula da bilər. Ayağını rahat qoymaya bilərsən. Çünki sən narahatsan, əsirsən, gərginsən, kontrolu itirə bilirsən. Amma çıxdım dedim. Üstəgəl mətndə deməliyəm. Mətndə bu boyda mətn. Böyük bir mətndir. Gördüm bu boyda mətnin yeri deyil. Qısaltdım 3 cümləyini. Dedim ki, bəs belə-belə də. Təbiəti gözəl, özü gözəl, mətbəxi gözəl, Şəkidəyik, salam Şəki. Baxdım belə, salam belə, vəssalam dedim, vəssalam. Sən qalanmış görək, elə mən bunu dedim burada. Yox, o enerjini ötürmüsünüz. Mən onda başa düşdüm ki, insan istəsə, öz çətinliyini aşa bilər. İnsan özünü kəşf eləmək üçün hansısa bir çətinliyə düşməlidir, hansısa bir situasiya düşməlidir. O gün mən böyük qızım təhsil alır xaricdə, özü Avropadan bura gəlib. Deyirəm ki, sən 17 yaşında elədiyini, mən 35 yaşında eləmişim. Sən 18 il məndən qabaqdasan. Qorxma, möhkəm ol. İndiki nəsil belədir. İndiki nəsil çox rahat oradan, misal üçün, qaldığı şəhərdə minib qatara, gəlib Parisdə minib təyyarəyə gəlib Bakıya. Düzdür, mən bileti almışdım, dərslər xəritəni, yol xəritəsini cızmışdım. Amma bütün halda da bu səndə tək gərginlik yarada bilər, təyyarə gecikə bilər və nəsə bir şey baş verə bilər də. Amma o bunu elədi. Deyirəm ki, bax, sən bu çətinlikləri görə, bu çətin idi, elədi deyir bəli. Deyirəm, bu sən çətinlikləri görə sən təcrübə qazanacaqsan. Təcrübə qazandıqca isə sən bu yola artıq çox rahat gələcəksən. Mənim səni izləməyimə, onlayn izləməyimə, bizim onlayn telefonda olmamıza ehtiyac qalmayacaq. Sən deyəcəksin, mən çıxdım, bir də deyəcəksin, mən Bakıdayım. Çox gözəl. Bu böyük təcrübədir. Bax, burada çətinliklərə düşə-düşə mən özümü kəşf elədim.
Mən başa düşdüm ki, mən təbiəti nə qədər sevirəm, mən günəşin doğmağını nə qədər sevirəm, amma günəşin qürubunu ondan da çox sevirəm. Çünki burada rənglər çox gözəl, inanılmaz bir rənglər yaranır təbiətdə. Buludların rəqsini sevirəm, necə gözəl onlar günəş şüaları ilə oynayırlar. Mən hərdən uşağa da deyirəm ki, başın qalır, bax, bu tərəfdən günəş batır, gör necə batır. Gör onu. Çünki bütün halda biz təbiətin evladıyıq, biz onunuq və əvvəl-axırda onsuz da ona da qovuşacağıq. Ona görə onun gözəlliklərini görüb bundan və həyatdan zövq al. Çünki həyat fanidir. Ona görə həyata ciddi yanaşma. İnsanlarsa situasiyadan situasiyaya simasını və məzmununu dəyişə bilir. Ona görə insanlarda çox ciddi alma. Sadəcə bir şeyi bil, qədərini. Oxumağın da qədəri var, münasibətin də qədəri var, münasibətin gözləməyin də qədəri var, danışmağın da qədəri var, yeməyin də qədəri var. Bunları nəzarət edin, qədərini bil və salam, yaşa. Həyatla yaşa. Necə ki, təbiətdə hər şey, bütün canlılar yaşayır. İnsanlar gündəlik qayğılara o qədər başlarını qatırlar ki, Səyavuş bəy, nə günün batımını, nə günün doğuşunu, nə gözəl havanın dadını, biz onları hamısını unutmuşuq. Ancaq başımız səhərdən axşama işə, ora qaç, bura qaç, onu həll elə, bunu həll elə. Bir də baxırsan ki, ömürdür, gündür, gəldi, bitdi. Gəldi, bitdi. Mən sizdən razıyam. Amma bu ömür gün sizi bu qədər qaça-qaça görə verilmir. Təbii. Siz onu bilməlisən ki, sən çətinə düşəndə sən dənizin qırağına getməlisən, dağa getməlisən, meşəyə getməlisən, yaxşı bir dostunu götürüb onunla bir təbiət qoyununa gedib bölüşməlisən. Bu halda sən çıxış yolunu tapa bilərsən. Əks halda sən çıxış yolunu tapmaq halında olmayacaqsın. Bu insana depressiya apara bilər, yanlış yerlərə apara bilər. Bəli, hər adam bu gücü özündə toparlayıb bunu eləyə bilmir. Amma bu mümkündür. Eləyənlər var. Əgər eləyənlər varsa, yaxşı nəticə varsa, demək ki, mən bunu təkrarlaya bilirəm. Mən təlimlərimdə deyirəm ki, natiqlik təlimləri bəli, natiqlik təlimlərində də çox qəribə bir gəlişim var. Yenə deyirəm, bu təbiətlə bağlı mənim elədiyim kəşflər idi ki, mən bu kəşflərin nəticəsində başladım özümdə yeni nələrsə kəşf eləməyə. Özümü araşdırmağa, özümü tapmağa, özümü yenidən öyrənməyə. Mən daha nəyi bacara bilərəm? Mənim əlimdən daha nə gəlir? Bildiklərimin əsasında daha nə iş qura bilərəm? Ki, həm həyatım fərqli olsun, həm də ki, maliyyəm dəyişsin. Niyə də yox? Aha, niyə də yox? Niyə də yox? Ona görə mən bu işləri paralel görə təlim istədim, bildiklərimi ötürəm. Yəni, bu il Azərbaycan televiziyasının 70 illiyi tamam olur. Mənim isə televiziyada çalışmağımın, yəni televiziya təcrübəmizin 29, gələn 30 ili tamam olur. İnşallah. Bu qədər müddət ki, mən təcrübə yığmışam və yığdığım bu təcrübə və ünsiyyətdə olduğum aparıcılar, ondan başqa hazırladığım layihələr və s. bütün bunlar mənə imkan verir ki, mən bunları özümlə qəbir evinə aparmayım. Mən bunları bölüşə də bilərəm. Bölüşmək lazımdır mütləq şəkildə. Və bu bölüşmək üçün də mən nə edə bilərəm? Mən ünsiyyət qurub, mən təlim deyə bilərəm. O yüzden də mən getdim TOT təlimlərinə, təlimçilər üçün təlimə qoşuldum. 3 ay kurs keçdim, formasını öyrəndim və elə orada da biz Speak Up adlı natiqlik təliminə başladıq. Yeri gəlmişkən bu yaxınlarda növbəti mövsüm başlayır. Artıq 5-ci mövsüm başlayır. Nə zaman? Bu mart ayından başlanacaq seçimlər, müraciətlər, daha doğrusu müraciətlər olur və aprel ayında artıq bu işə başlanılır. Müraciət olur, seçimlər olur. Seçim olmur, səhv elədim. Müraciət olunur və müraciət əsasında gəlirlər, müəyyən bir ödəniş əsasında təlimlərdə iştirak edirlər. Təlimlərdə mən deyirdim ki, siz bəzən biz qorxuruq və qorxudan da heç nə eləmirik. Heç nə eləmirik. Və əlimizdə olan uğuru çox rahat şəkildə başqasına ötürürük. Əşi, mən danışmayayım, qoy mənim yerimi filan kəs danışsın. Mən deməyim, qoy filan kəs eləsin. Və nəticədə Allah Taala'nın bizə yazdığı hansısa bir şans varsa, biz onu itirmiş oluruq. Natiqlik təlimi kimlər üçündür? Natiqlik təlimi danışmaq istəyənlər üçündür. Qorxmadan,
rahat şəkildə danışmaq istəyənlər üçün auditoriya qarşısında 3 nəfərin, 5 nəfərin, 100 nəfərin, 1000 nəfərin qarşısında danışıb istəyən, amma bundan çəkinən, qorxan, bundan ehtiyat eləmək istəyənlər üçündür. 2 ay müddətində siz necə deyərlər, bizdə belə bir şey vardı, uşaq vaxtı, uşaq xəstələrində deyirlər ki, uşağın qorxuluğunu götür. İndi əvvəl qorxuluğunu götürürlər, birinci qorxuluğunu Ən götürürsən. vacib. Bəzən biz qorxu ilə həyəcanı qarışdırırıq. Qorxu bizdə kilitlənmə yaranır. Ramiz Rövşən demişkən, bağlanırıq qapı kimi. Qapıları bağlayırıq, heç kimə açılmırıq. Və nəticədə bizim ürəyimiz həddən artıq döyünür, başımız gecəllənir, nəfəsimiz daralır. Hətta səhnəyə çıxanda büdrəyə də bilirik, bayaq dediyimi, qorxanda. Gərginlik. Özümü gərgin vəziyyətə salıram. Birinci növbədə bunu yığışdırmaq lazımdır. Bunu da yığışdırmaq üçün sən beynini müəyyən mesajlarla, müəyyən metod və təlimlərlə hazırlamalısan. Ki, beyin bunu qorxulu bir şey kimi qəbul eləməz. Mən bir dəfə uşaqlara dedim ki, ikinci dərsdə, ikinci təlimdə xahiş edirəm. Çıxın şəhərə, metronun qabağına, haradakı çoxlu adam olur, universitetlərin qabağına və yaxud da parklar, haradakı çox adam olur. Çıxın, telefonu götürün, özünüzü çəkin. Bir dəqiqəlik bir mətn seçin, o mətni telefona belə danışa-danışa gedin. Qoyun sizin yanınızdan adamlar keçsin, kimisi baxacaq, kimisi söz atacaq, fikir verməyin. Siz bilirsiniz, nə edirsiniz? Siz beyninizi insanlar arasında rahat nəfəs almaq üçün onda immunitet yaradırsınız. Yəni sabahları sən çoxlu adam görəndə ay qorxum deyə belə bir gərgin ana düşmürsən. Komplekslərdən azad. Bəli, komplekslərdən. Bədən buna alışır və bədən insanları qorxu mənbəyi kimi görmür. Biz nəyə görə qorxuruq? Çünki ibtidai insanlar əvvəl çıxıb ovlamağa, durub ortada bir pələng kolun dibində, bir şir ya ayı çıxıb onu yeyib. Sonra o birisi görüb ki, ortada duranda bunu yeyirlər. Başlayıb gizlənməyə. Bu, ay sağ ol. Və bu illərlə bizim beynimizə oturub, kodlaşıb və biz mərkəzdə olan kimi bizdə o qorxu yaranır. Bizi yeyərlər. Bizi yeyərlər və yaxud da qarşımızdakı duranlar şirdir, pələkdir. Biz qəbul eləsək ki, o dostdur və sən o dostun sənin deyəcəklərinə ehtiyacı var. Sən bu ehtiyacı üçün buradasan. Sən bunu bir dəfəlik özün üçün qəbul eləsən, sən özünü göstərmək üçün deyil, insanlara fayda vermək üçün çıxıbsan, o zaman sənin beynin yavaş-yavaş səni formalaşdıracaq. İndi o məsələ qalır ki, nə qədər yaxşı düşündüm. Amma zaman lazımdır. Amma düşünmək nə bir şey, bunun üçün bayaq dedim, televiziyaya baxmaq bir vərdiş oldu sonra. Vərdiş eləmək lazımdır. Vərdiş eləmək üçün bir mətni 10 dəfə, 20 dəfə bu çətindir. Asan iş də yoxdur. 10 dəfə, 1000 dəfə, 100 dəfə güzgünün qabağında və ya telefonun qabağında bunu keçməlisən. Özün üçün danışmalısan. Tez-tez danışmalısan, yavaş danışmalısan və s. müxtəlif formalarda. Sonra bir gün bir dostluğunu tutmalısan, deməsin, otur, mən sənə bunu danışacağım. Yavaş-yavaş ona danış, qoy səni görsün, güzgüyə danış. Belə-belə səndə danışmaq vərdişi yaransın. Qorxu vərdişini isə adamlardan qorxutmaq isə bu və digər yollarla götürə bilərsin. Təlimlərdə biz bunları deyirik. Başa salırıq və çox şükür ki, yaxşı nəticələrimiz də olur. Və hətta bu yaxınlarda mən fikirləşirəm ki, təklif var ki, bəzi adamlar dərs almağı qrup şəkildə istəmirlər. Fərdi şəkildə. Mən onu soruşmaq istəyirdim. Fərdi istəyirlər. O zaman mən dedim ki, olar. Yəni o qorxunu keçib sonra gəlir. Bəli, qorxunu keçib sonra qrupa qatılmaq olar və yaxud da qorxunu keçib sonra çıxıb cəmaatın arasında telefona selfie çəkib, video çəkib danışmaq olar. Bu mümkündür. Biraz da belə psixoloji bir iş kimi göründü mənə. Çünki bəli, bu var. Beyinə bu informasiyanı birinci ötürmək lazımdır. Beyin bunu qəbul etməlidir ki, hərəkətə keçsin. Bu yaxınlarda bir status paylaşdım. Bir adam yol ayrıcındadır. Yazılıb ki, sağa getsən vuracaqlar. Sola getsən vuracaqlar. Düz getsən vuracaqlar. Dayanıb yerində fikirləşsən elə yerindəcə vuracaqlar. Özü bu dəqiqə. Sual, mən neyniyim? Ki, məni vurmasınlar. Cavab, bunun yolu yoxdur.
Hara getsən səni vuracaqlar. Harda olsan sən çətinliklə Yəni dayansan da vuracaqlar, hərəkət elə. Sənin bir dənə yolun qalır. Hərəkət. Ki qalxan düzəld özünü. Hərəkət elə, vurul, yıxıl, Yenə qalx. bərki. Bərki. Bəli, təlimlər qalxandır. Təlimlər səndə immunitet yaradır. Təlimlər səndə yıxılandan sonra necə ayağa qalxmağın yolunu öyrədir. Bu tək natikliyə aid deyil. Ümumiyyətlə, təlimlər şirkətlər üçün olsun, böyük şirkətlər, xırda, özəl, dövlət şirkətləri, nazirlik, nə olur olsun. Təlim insanlara özünü yenidən tanımaq üçün, özünü yenidən kəşf eləmək üçün çox kömək olur. Hətta şirkət rəhbərliyini, işçisinin harda olduğunu belə göstərir. Ola bilər ki, bəzən bizdə ola bilər ki, rəhbərlər işçilərinə biraz yuxarıdan aşağı baxsın. Amma təlim nəticəsində başa düşəcək ki, bunun əlində elə bir işçisi var ki, o onu hələ görməyib, onun imkanları açılmayıb. Bax, bu üzdə təlim günümüzün tələbidir, mən belə deyərdim. Qayıtmaq istəyirəm Real Vətən layihəsinə. Bazar düzü zirvəsinə də çıxmısınız. Gəzmədiyiniz yer qalmayıb. Bugünə qədər Azərbaycanın 54 bölgəsində olmuşam. Real Vətən layihəsi Azərbaycan Dövlət Turizm Agentliyi ilə Real Televiziyasının birgə layihəsidir. Və həmişə və hər zaman mən bu iki şirkətə minnətdar olacağam. Başda təbii dostum Yaşar olmaq şərti ilə. Çünki bəli, ideya olaraq onun idi. Onun layihənin yaranmasına, ayağa qalxmasına birbaşa onun rolu var. Maliyyə dəstəyimiz və moral dəstəyimiz də bəs Turizm Agentliyi idi. Eyni zamanda Real Televiziyası birbaşa Mirşahin müəllimin dəstəyi ilə bir çox işləri görə bilirik. Çünki bəzi yerlərdə bilirsiniz, dron qaldırmaq olmaz, icazə almaq lazımdır. Bəzi yerlərdə isə sərhəddə yaxındır, orada icazə almaq lazımdır. Mütləq bunu əsaslandırmaq lazımdır. Və bu işdə təbii ki, Real Televiziyasının rəhbərliyinin xüsusi rolu və köməyi var. Bunların nəticəsində biz əl çatmayan, çox adamın gedə bilməyən yerləri getdik. Bu layihənin özəlliklərindən biri budur. Biri, biz Azərbaycanın bölgələrinin, xüsusilə turistik bölgələrinin tək yayını deyil, həm də qışını çəkirik. Nə gözəl. Ən gözəl qışı. 2 dəfə gedib gəzirsiniz. Bəli, 2 dəfə gedib gəzirik. Fevral ayı bizim üçün gözləmə ayıdır əslində. Çünki bu ay təbiət o qədər də gözəlliyini nümayiş elətdirə bilmir. Qar yağana qədər. Keçiddir. Qar yağana qədər. Ona görə biz gözləyirik. Amma qar yağanda onun da öz gözəlliyi olur. Mən sizə deyim, bax, fevral ayında qarlı, gözəl mənzərə yer görmək istəyirsinizsə, Bakıya ən yaxın dağ rayonu Xızıdır. Xızının Qızıl Qazma kəndi var. O kənd Altıağac Milli Parkın ərazisində yerləşir. O parkın içindən keçib gedirsən. Orada piknik yerləri də var və qış bütün gözəlliklərini sizə orada göstərəcək. Ən heyrətamiz qışı isə, qarı isə mən Kəlbəcərdə gördüm. Nə gözəl. Qarın hündürlüyü, orada bir dəhliz düzəltmişlər qardan. Qarın hündürlüyü təxminən 4 metr. 2 adam boyu. 2 dəfə məndən, bəlkə də artıq məndən hündürlükdə. Mən belə baxırdım, bu boyda qar olar və mən aşağıda yoru açıblar, qıraqları yığılır və o nə boyda qalxıb, bu səhv eləmirəmsə, hansısa bir Yaponiyada belə bir görüntü var, belə bir qardan dəhliz var. Bir də Kəlbəcərdə ola bilərsiniz. Və mən Azərbaycan bölgələrini gəzdikcə gördüm ki, ilahi bizdə nə qədər hələ görməli, kəşf olunması yerlər var və çox təəssüf ki, biz bunların hamısını bilmirik. Və belə layihələr imkan verir ki, insanlar Azərbaycanı daha yaxından tanısın. Biri var, uşağın beynində, misal üçün Bakıda doğulub, Bakı, Sumqayıt, yaxında Xızı, bu tərəfdən Şamaxı. Xəritə bitir. Amma sən uşağa Qarabağda göstərdikcə, buradan şimalı göstərdikcə, buradan qərbi, cənubu göstərdikcə, o bölgələri, onun gözəlliyini, təbiəti göstərdikcə,
onun təsəvvüründə Azərbaycan böyüyür. Böyüyür. O xəritəni görə bilir. Şükür ki, indi buna imkanımız var. Qarabağ bizdədir, Kəlbəcər bizdədir, Şuşa bizdədir. Şükür ki, buna indi imkanımız var. İndiki məqamda bu daha çox faydalıdır. Bu çəkilişin məncə olmağı. 2024-də mənim imkanım oldu ki, mən gedim Qarabağı çəkim. Mən Qarabağda Gəzmədiyiniz yer qalıb? 12 bölgədə oldum. Bütün bölgələrində oldum və demək olar ki, çox şey çəkdim. Hətta bu günə qədər fotosu, videosu olmayan qalanı çəkdim. Türbəni tapdım, çəkdim. Körpünü tapdım, çəkdim. Burada həm tarixi turizm var, həm ekoturizm var. Burada ümumiyyətlə turizm adına hər şey var. Hətta mətbəx də var. Yəni həmin bölgənin siz ən dadlı yeməyi ilə də belə yaxından tanış ola bilərsiniz ki, bura getsəm, nə yesəm, bu Bakıda yoxdur. Biz əslində vətəndaşlar olaraq demək olar ki, Azərbaycanın çox yerlərini tanımırıq. Yəni bəlli bir yerlər var ki, istirahət zonaları kimi məşhurdular. Hamı ora üst tutur. Qubadır, Qusardır, Qışnaşahdağdır, Tufandağdır. Həm yaxındır. Həm yaxınlıq olaraq, həm də ki məşhurluq olaraq. Yəni biz o qədərini tanıyırıq. Siz demiş, yəni bizim beynimizdə Azərbaycanın xəritəsi orada bitir. O zonalarla çox təəssüf ki, məhdudlaşır. Yəni ondan o yanasını Amma siz misal üçün real vətənə baxsaz görəcəksiniz ki, Lənkəranda necə gözəl yerlər var, Astaranda necə gözəldir, Naxçıvanda necə gözəl yer var. Mən Ordubadda Göygölü getdim, gördüm, mən heyrət elədim, ilahi necə gözəldir. 4 fəsil deyirdilər, mən getdim həqiqətən onu gördüm və çəkdim. Dedim, baxın, bax, bu qar, bu buz, bu ot, bu da çiçək. 4 fəsil buradadır. Bir tərəfdə qardır, buzdur, gölün də eyni gölün, eyni ərazidir. Bu tərəfi gül çiçəkdir. Bu tərəfdə buludlar oynayır, bu tərəfdə günəş çıxır. O qədər gözəl mənzərəsi var ki, və dronla təbii daha da gözəl görünür. Ona görə gəzdikcə, gördükcə başa düşürsən ki, əgər sənin hansısa xarici ölkəyə getmək imkanın yoxdursa, sən elə bilmə ki, sən gözəllik görməyəcəksən. Sən Azərbaycanı gəz, sən onu görəcəksən. İndi xüsusilə hikinglər, trekkinglər və dağ yürüyüşləri çox dəbdədir və insanlar gedirlər. Gedirlər, bəli. Əshab-ı Kəfdə olmusunuz, onu da istəyərdim bir qədər. Çünki ən qədim, belə deyək də, başqa bir aurası var o məkanın. Mən uşaq vaxt olmuşam orada. 5-6 yaşlarımda hardasa Naxçıvan ərazisində olmuşuq. Atam bizi aparmışdı. Orada qurbanlar kəsilir, qəribə inanclar var. Siz orada olanda nə hiss elədiniz, nə özünüz üçün kəşf elədiniz? Çünki ən qədim insan məskəni olaraq da Naxçıvan göstərilir. Ona görə bunu maraqlıdır mənə. Birincisi, əvvəlcədən informasiya insanda həmin yer haqqında müəyyən bir ab-hava yaradır. Sən artıq ora gedəndə o ab-havada olursan. Və gedib o abidəni görəndən sonra onun quruluşu, forması, oradakı rənglər, oradakı daşlar, qayalar, sən biraz da ora köklənirsən. O mistik aləmə köklənirsən. Mən orada üst-üstə bir 7 dənə daş da qoymuşdum. Bir niyyət tutmuşdum və 7 daş qoymuşdum. Deyim ki, mən dəlicəsinə inançlı insanım, yox. Amma hər halda bunu elədim. Qəbul oldu mu? Çox arzuluyurdum ki, bir gün olsun ki, mən bazar düzünə çıxım. Oldu. Və keçən il mən bir xeyli keçdi düzdür. İndi bilməm, bu təsadüfdə ya nədir, ola bilər. Və üstünü bir 3 ya 4 il keçəndən sonra mən bazar düzü arzumu reallaşdırdım. Mən bazar düzünə bir qrupa qoşulub da gedə bilərdim. Amma mən bu layihə ilə getmək istəyirdim və istəyirdim ki, bu layihənin tarixində bazar düzü adı olsun. Bu bazar düzü zirvəsi olsun. Çünki o Azərbaycanın ən hündür zirvəsi 4466 metr. Və mən sizə deyim ki, mən ora gedəndə yolda mən bir qrup gördüm. Çox bir xanım var idi, aptekdə işləyirdi. Bir xanım var idi, hansısa şirkətdə HR işləyirdi, bu vəzifədə çalışırdı. Kimsə menecer idi, kimsə marketinq sahəsində çalışırdı. Bax,
Bəzən Fərqli şirkətlər də sahədən olan öz insanlar, işçilərini hobbi olaraq maliyyələşdirir, məşğul bəzən də olurlar insanlar bəlkə. özləri Özləri çox fərqli rahat özəl şəkildə olaraq, gedirlər, gəzirlər və bu sizi daim formada saxlayır və bu sizi fikirlərinizi yerbəyer eləməyə kömək edir. Yenilənir insan. Bəli, bizim Bəli. xanımlar çox cəsarətlidir. Vəfa xanım da, Vəfa qəhrəman. Bəli, Bu Vəfa yaxınlar, xanım bəli. elə Çox bir iş gözəl. gördü ki, Azərbaycan hə, adına. Azərbaycan adına və mən həmən paylaşdım onun paylaşımlarını, paylaşdım və dedim ki, böyük qürurla, böyük həzlə, zövqlə ki, bəs bir Azərbaycanlı xanım Everestə qalxıb və indi qayıdır. Çox gözəl. İnşallah fəth edəcəyi zirvələr çox olsun. Sizə baxanda həvəsləndim. Mən əslən Qərbi Azərbaycandanam və mənim uşaqlıq illərim orada keçib 6 yaşına qədər Naxçıvana da elə o dövrlərdə getmişik. İçimdən belə bir sual yarandı. Nə vaxtsa İrəvana getmək istəyiniz olubmu? Belə bir şey keçibmi? Bu layihəyə başlayanda həmişə arzu edirdim ki, mən Qarabağı görüm. Və çox şükürlər olsun ki, və çox sağ olsun bu günü bizə yaşadanlar ki, mən o günü görə bildim. İrəvanla bağlı elə böyük bilgilərim yox idi, amma zaman-zaman biz öyrənirik deyirəm də, kəşf elədikcə, oxuduqca, öyrəndikcə və başa düşəndə ki, sən bunu öyrənməlisən, bilməlisən və öyrənəndə o qədər kəşflər edirsən ki, və təbii ki, səni ora çəkir, harasa çəkir. Mənim oradan heç bir təsəvvürüm yoxdur. Amma bəzi gördüyüm məscidlər, bəzi gördüyüm şəkillər, onların gözəlliyi, onların arxitekturası, ümumiyyətlə oradakı yaşam, nə vaxtsa burada böyük bir Azərbaycanlı ordusu yaşayıb, bir insanları yaşayıb deyə düşünəndə və təbii ki, mən üçün oraları gedib görmək çox maraqlı idi. Bu arzu ilə ən çox yaşayırdı. Allah rəhmət eləsin Oqtay Əliyev. Allah rəhmət eləsin. Söhbətiniz çox maraqlı gedir. Kəsmək də istəmirik, məcbur amma bitirməli olacaq. Son bir sualım var. Süni intellektin dövrümüzdəki aktuallığı sizcə televiziyaya əvəz edə biləcək bir rəqib ola bilərmi süni intellektin? Çünki indi artıq aparıcıları belə var. Yəni onların bir yəni canlı insanı əvəz edə biləcəkmi zamanla? Təbii ki, indidən söhbət getmir, amma bir yaxın 20 ildə yox, cavabım yoxdur. Nə gözəl. Amma ümumiyyətlə televiziya özü bir məzmun olaraq yaşayacaq. Çünki bu tək tamaşaçı deyil, həm də dövlətin maraqlarına xidmət edir. Və bu yeganə bir mexanizmdir ki, onu idarə etmək mümkündür. Sosial şəbəkələrdən fərqli olaraq. Söhbət dünya masştabından gedir, söhbət Azərbaycandan getmir. Nə vaxt ki, bu formada idarə edə biləcək bir format, məzmun tapsalar, o zaman televiziya sadəcə transfer olacaq hansısa bir formata. Bu televiziyanın işi. Gəlirəm süni zəkaya. Süni zəka, çox vaxt deyirlər ki, süni zəka bizi idarə edəcək. Yaxşı, süni zəkanı yaradanlardan birinin müsahibəsində belə bir fikir var idi. Vaxt gələcək, süni zəki insanları idarə eləməyəcək. Vaxt gələcək, süni zəkanı idarə edənlər insanları idarə edəcək. Çünki süni zəkanı yaradan da insandır, onu bugün formalaşdıran da insandır. ChatGPT ilə yazışa biz onu formalaşdırırıq. Bizə elə gəlir ki, pulsuzdur, vaxt gələcək o da pulla olacaq. Pullu versiyası var artıq. Pullu versiyası var. Amma pulsuz versiyası ümumiyyətlə bunu formalaşdırır. Çünki biz ona deyirik ki, sən bunu düz yazmadın, bunu get belə yaz. Sən bu materialı, misal üçün mən deyirəm ki, filan qala haqqında mənə məlumat ver. Yazır, deyirəm ki, sən düz yazmırsan. Get Elmlər Akademiyasının arxivinə, oradan bu barədə hər hansı bir bunu məlumatı tap, kimisə dissertasiya müdafiə elədiyi hansısa məqaləni tap, gətir mənə, linkini gətir mənə. Gedir, tapır, gətirir. O ikinci dəfə mən ona desəm, get bunu tap, o gedib axtardığı Wikipediyadan başqa Elmlər Akademiyasının arxivinə gedəcək. Çünki mən onu artıq öyrətdim. Yönləndirin. Və zaman-zaman biz deyirik ki, süni intellekt bizi idarə edəcək. Biz özümüz onu öyrədirik, zaten. Biz onu yetişdiririk və vaxt gələcək,
o bizi idarə edəcək, yox, bax beləcə onu idarə edənlər bizi idarə edəcəkdir. Ona görə də zamanla ayaqlaşaraq indidən süni zəka ilə bağlı maksimum nə öyrənə bilirsinizsə öyrənin. Çünki bir vaxt gələcək, o həyatımızda hardasa bəlli bir yerdə oturacaq. Çox gözəl, çox maraqlıdır sizlə söhbət eləmək. Yəni kəsmək istəmirik, amma məcbur. Mənim suallarım qaldı hələ, bəlkə gələn dəfəyə. Çox sağ olun, mənə də xoş oldu sizlə görüşmək, söhbət eləmək, danışmaq, dərdimi bölüşmək, fikirlərimi bölüşmək. Çünki insan bölüşdükcə böyüyür. Forum Baku Telegram kanalına abunə olmaqla nə qazanırsınız? İşçi axtarırsınızsa, iş axtarırsınızsa, CV-lərinizi yerləşdirməklə rahat şəkildə işçi axtaranlara açıq qapı olursunuz və əl işləriniz varsa, böyük auditoriyaya çatdırmaq istəyirsinizsə, mütləq şəkildə Forum Bakuya abunə olun. Təşəkkür edirik Səyavuş bəy, dəvətimizi qəbul etdiniz. Çox sağ olun, xoş görüş üçün, məlumatlarınızı, bilgilərinizi paylaşdığınız üçün. İnşallah uğurlar arzu edirəm sizə də bütün işlərinizdə. Sağ olun, bugün mən çox əla enerji ilə günü başa vuracağım, çünki sizdən bunu aldım. Biz də sizdən eyni zamanda. Təşəkkürlər. Təşəkkür edirik. Növbəti görüşlərə dək. Sağ olun. Sağ olun, hələlik görüşənə dək.